Dünən Marneolidə 20 yaşlı gənci soyuq silahla amansızca qətlə yetirən 22 yaşlı gənc axşam saatlarında polis tərəfindən saxlanılıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kvemokartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 22 yaşlı gənci saxlayıblar. Daxili İşlər Nazirliyi istintaqla müəyyən edib ki, təqsirləndirilən şəxs aprelin 2-də Marneolidə əvvəllər baş vermiş mübahisə səbəbindən yaranan qarşıdurma zamanı 2005-ci il təvəllüdlü gənc oğlana soyuq silahdan istifadə edərək boyun nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Qurumdan bildirilib ki, yaralanan gənc aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılan kimi vəfat edib. Hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 22 yaşlı gənci cinayəti törətdikdən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıblar. Qeyd olunub ki, saxlanılan şəxsi 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.